İngilis dilində çətin olan qaydalardan biri də passive voice-dir. Passive voice-a aid belə bir suala baxırıq. Deməli, hansı cümlə passive voice-a çevrilə bilir? Deməli, əgər cümlədə tamamlıq varsa, bunu qayda olaraqdan yazaq ki, tamamlıq varsa, bu cümləni passive voice-a çevirmək olar. İkinci, cümlə quruluşu necədir? Mübtəda plus tamamlıq, mübtəda xəbər plus tamamlıq. İndi biz əvvəl mübtəda, sonra xəbər, sonra tamamlıq olan cümlələri axtarsaq, deməli, the students mübtəda, understand xəbər, zeroli tamamlıq. Deməli, 3 doğrudur. Brain mübtəda, hit xəbər, the letter tamamlıq. Deməli, 3, 4. Digərlərində it mübtəda, has rained xəbər, amma tamamlıq yoxdur. İkincidə ona görə bir səhvdir. İkincidə it mübtəda, happened xəbər, amma tamamlıq yoxdur. Doğru cavabımız 3, 4, Y variantı.